fikrimi Minnətdaram, bildirirəm. amma o proseslə bağlı balaca bir dənə əlavə eləyim. Təbii ki, istəyir hakimin, istəyir vəkilin, istəyir hətta həkimin vicdanı borcudur ki, bir vətəndaş kimi və istəyir ki, ailələr dağılmasın. Çünki ailə dövlətin özəyini təşkil edir. Amma bəzən elə ailələr olur ki, bu dində də var, qanunda da var. Boşanma orada labid olur. Və bəzən çox təəssüf ki, xüsusilə kişilərdə olur belə halda, boşanmamaq üçün cəhd eləyirlər. Aydın məsələdir, ailəni qoruyub saxlamaq istəyirlər. Amma anlamırlar ki, artıq bunun üçün gecdir. Artıq bəzi ailələr var ki, onların bir yerdə olmağı uçuruma daha böyük fəlakətlərə səbəb ola bilər. Bəzən o ziyanın deyir, yarısından da qayıtmaq xeyirdir. Və yaxşı olar ki, seçim eləyən zaman, evlilik seçimi, qərar eləyən zaman yüz ölçüb bir biçsinlər. O zaman boşanma halları da və belə deyək də azalar. Eyni zamanda ailə təsərrüfatı apardıqları dövrdə də çalışmalılar ki, elə addımlar atsınlar ki, gələcəkdə o belə kobud deyəcəm, qarşı tərəfə yalvarmaq məcburiyyətində qalmasınlar. Evlənmələrin çox hesabla evlənməkdir. Kiminsə maddi imkanı yaxşı, kiminsə vəzifəsi var. Hesablamalarla bəzi